Son günlər bəzi abonentlər arasında elektrik sayğaclarına yüklənən vəsaitlərin tutulması ilə bağlı müəyyən suallar və eləcə də anlaşılmazlıqlar yaranıb. Ödəniş etdim, pulun bir hissəsi hara getdi? Niyə balansıma az vəsait oturdu kimi suallar insanlar arasında geniş müzakirələr yaradıb. Əslində isə burada söhbət həm yeni tətbiq edilən sabit tarifdən, həm də keçmiş borcların vətəndaş yönümlü şəkildə ödənilməsi mexanizmlərindən gedir. Bütün bu suallara cavabı isə bizə Azərişıq Açıq Səhmdar Cəmiyyətinin İnformasiyalaşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev verib. İzləyək. Bildiyiniz kimi Azərbaycan Respublikası Tarif Şurasının müvafiq qərarına əsasən 2026-cı ilin yanvar ayından etibarən istehlakçılara sabit tarif tətbiq edilmişdir. Proqram təminatında aparılan təkmilləşmə, uyğunlaşma işlərinin nəticəsi olaraq biz ilk sabit tarifləri istehlakçılarımıza yanvar ayının sonunda, fevral hesabat ayı üzrə isə sabit tarifləri fevral ayının əvvəlindən etibarən hesabladıq. Yanvar hesabat ayı və fevral hesabat ayı arasında olan bu vaxt azlığı bəzi istehlakçılarda anlaşmazlığa, çaşqınlığa səbəb oldu ki, niyə sabit tarifə görə 2 manat ödəniş həyata keçirilir? Əslində isə istehlakçıların fevral ayında ödədiyi 2 manat vəsaitin 1 manatı yanvar hesabat ayının, digər 1 manatı isə fevral hesabat ayının sabit tarifinin dəyəri idi. Bundan əlavə olaraq bir mövzuda toxunmaq istərdim. Həm sosial şəbəkələrdə, həm kütləvi informasiya vasitələrində, həm səhmdar cəmiyyətə daxil olan vətəndaş müraciətlərində bir sual maraqlandırır, belə deyək də, çox insanları. Bu borc məbləğlərinə tətbiq olunan faiz nisbətləridir ki, məsələn, abonent müraciət eləyir ki, mən ödəniş etdim, 50% mənim ödənişim getdi, mənim sayğacıma 50% hara getdi bilmədim. Yəni, bu kontekstdə, belə deyək də, müraciətlər gəlir. Bununla bağlı izah vermək istəyirəm ki, elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əsasən qalıq borcu olan istehlakçının enerji verilişi dayandırılmalı və elektrik enerjisinin bərpası yalnız və yalnız onun qalıq borcu tam şəkildə ödənildikdən sonra həyata keçirilməlidir. Lakin Azərişıq Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaş yönümlü bəzi hallarda qərar verilir ki, istehlakçının ödədiyi vəsaitin bir hissəsi onun qalıq borcunun ödənişinə sərf olunsun, digər hissəsi isə onun sərf edəcəyi elektrik enerjisinin dəyərinə, belə deyək ki, istifadə edilsin. Məsələn, istehlakçı 10 manat ödəniş həyata keçirdir, onun 5 manatı sərf olunur onun qalıq borcunun ödənişinə, digər 5 manatı isə onun sərf edəcəyi elektrik enerjisinə, belə deyək də, istifadə olunur. Burada Azərişıq Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən bu vətəndaş yönümlü belə deyək, tədbirdir, hansı ki, biz istehlakçının enerji verilişini dayandırmaq məcburiyyətində olduğumuz təqdirdə bunu etmirik. Yəni, istehlakçının elektrik enerjisindəki fasiləsizliyini təmin edirik və istehlakçıya şərait yaradırıq ki, o öz qalıq borcunu müəyyən, belə deyək də, hissəvi şərtlərlə həyata keçirsin. Yəni, düşünürük ki, bu tam vətəndaş yönümlü bir qərardır. Yəni, və hər bir istehlakçı da razı olar ki, borcunu hissə-hissə ödəsin, nəinki onun elektrik enerjisi verilişi tamamilə qalıq borca görə dayandırılsın. Yəni, bu barədə düşüncəmiz, yanaşmamız bu yönümdədir. Bir də bəzi abonentlərimiz üzrə aylıq istehlak səviyyəsindən asılı olaraq 80% borcdan tutulan nisbəti də mövcud idi. Səhmdar cəmiyyət tərəfindən verilmiş növbəti vətəndaş yönümlü qərarın nəticəsi olaraq hal-hazırda 80% tutulmalar tamamilə aradan qaldırılıb. Yəni, aylıq istehlak səviyyəsindən asılı olmayaraq qalıq borcunu hissəvi ödəyən abonentlərin 50% ödənişlərinin borcun ödənişinə, 50% isə onların cari istifadəsinə sərf olunur.